Я говорю на 5 языках, и сегодня будет второй ролик на азербайджанском. Azərbaycan dili mənim ana dilimdir və məktəbə gedənə qədər daha çox Azərbaycanca danışırdım. Ondan sonra məktəb vaxtları falan Rusça daha çox danışdım. Azərbaycan dilini daha az işlətdim. Mən elə bilirdim ki, mən normal Azərbaycan dili danışıram, amma universitetə gedəndə universitetdə çoxlu Azərbaycanlılar var idi. Gördüm ki, bunlar tam fərqli danışır. Как сказать произношение? Короче, произношениyaları fərqli idi. Sözləri fərqli səsləndirirdilər. Onda anladım ki, mən daha çox ləhcədə danışıram. Çünki mənim ailəm Şəkidəndir və normal standart Azərbaycan dilini öyrənmək istədim. Getdim kursa Moskvada, orada qrammatikanı öyrəndim. Çünki mən necə eşidirəmsə elə yazırdım. Çox söz ehtiyatım yox idi. İndiki Azərbaycan dilim əslində это заслуга моего мужа. Çünki onun Azərbaycan dili çox qəşəngdir, çox kitab falan oxuyur və onunla danışdıqca o mənə öyrətdikcə, naverное, belə axıcı danışmağı öyrənmişəm. İndi Bakıda yaşayıram və hara getsəm Azərbaycan dilində danışıram. Çünki bizim öz dilimiz var və çox qəşəngdir məncə. Mən çox sevirəm Azərbaycan dilini və hara getsəm çalışıram ki, onu praktika eləyim və Azərbaycan dilində danışıram.